Sual belədir. Müdir məni işdən çıxma ilə bağlı hədələyə bilərmi? Bu qanun pozuntusu sayılırmı? Təbii ki, qanun pozuntusudur və işdən çıxarmaqla hədələmək ümumiyyətlə qanunvericiliklə qadağan olunub. Hətta işçinin əmək müqaviləsinə işdən çıxarmaq hədəsi ilə və hər hansı bir digər təzyiq vasitəsilə işçinin hər hansı bir işlərə cəlb etməyə məqsədi güdürsə, yəni mən səni işdən çıxararam, bu işi görməsən, onun özü də inzibati xəta pozuntusudur. Yəni bu birmənalı olaraq istər inzibati orqan olaraq Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən, istər məhkəmələr tərəfindən birmənalı olaraq hüquq pozuntusu qəbul olunur və əgər vətəndaşımız bununla rastlaşıbsa, təbii ki, bu halı təsdiq edən sənədlər varsa və hallar varsa... Soruşur ki, mən bu halı necə təsdiqlədə bilərəm? Yəni bu halı necə isbat edə bilərəm? İndi adam bunu mənə deyir, amma isbat etmək üçün nə etməliyəm? Təbii ki, belə deyək də, yəni arada bu problem varsa, yəni bu məlum məsələdir ki, işçi ilə işə götürən arasında bir kommunikasiya da var. Yəni bu kommunikasiya vasitəsilə işə götürən işçini hər hansı bir halla təzyiq eləyir ona, təsir eləməyə çalışır. Orada olan məlumatlar bizə təqdim oluna bilər. Sübutların qiymətləndirilməsi təbii ki, məcəlləyə uyğun olaraq həm şahid zatları ilə də müəyyən oluna bilər. Yəni bunu görən digər bir şəxs varsa... Audiovizual bir yazımı deyim, onlar fakt sayılır, yoxsa? Fərdi, belə deyək, yazışmalar varsa aralarında onları biz sübut kimi qəbul edirik və həmən yazışmaların sübut kimi qəbul olunması artıq məhkəmə praktikasında da mövcud olan bir haldır. Onlarla bağlı biz yazışmaları əldə edə bilirik və daha doğrusu yazışmalara istinad edə bilirik. Audio, video yazılar təəssüf ki, qanunvericilikdə nəzərdə tutulmuş qaydada aparıldıqda, yalnız o halda onlar mötəbər sübut kimi qəbul oluna bilərlər. Yəni bu məsələ yalnız bizə aid deyil, bütün dövlət qurumlarına və eyni zamanda məhkəmələrə də aid olan bir məsələdir. Məlumdur ki, bizim konstitusiyamızda deməli, vətəndaşların izlənilməsi, onlara aid onların video və audio və yazılarının aparılması, onların razılıq olmadan aparılması qadağan olunan bir haldır və bu hallar yalnız qanunvericilikdə nəzərdə tutulmuş qaydada aparıldıqda mötəbər sübut kimi qiymətləndirilir.